Allah Teala bizi özünü çok zikreden kişilerin siyahısına salsın. Zilhicce ayının ilk 10 günü artık yarıdan geçmiştir. Artık vidalaşmaya tərəf gedir. Ve İslam dini, şeriat, Müslümanın bütün hayatını zikirle dolu etmiştir. Allah Teala buyurur: "Ellezine yezkurunallaha kıyamen ve ku'uden ve ala cunubihim." O kesler ki Allah'ı zikredirler ayak üstə, oturdukları yerde ve yanları üstə uzandıkları halda. Ve şeriat her zaman, her bir halda çok zikretmeye sövq etmiş, yönetmiştir. Ve bu hallar, bu vaxtlardan da en mühümü xeyir mövsümləridir. Ve xeyir mövsümləri içerisinde de bizim olduğumuz Zilhicce ayının ilk 10 günü. Zilhicce ayının ilk 10 günü, yani bu 10 günün mühümlüğü nedir? Ne üçün salih emeller içerisinde xüsusi olarak zikir buyurulmuştur? Ve bu günler əzəmətli, büyük ibadet günleridir. Bu 10 gün İslam'ın əzəmətli ibadetlerinin cəm olduğu günlerdir. Ve bu günlerde tövhidin mənaları ortaya çıxır. Ve qəlb, dil ile her ikisi ile yani zikri çoxaltmağı Müslümandan tələb edir. Ve həmçinin bu günlerin əzəmətinə müvafiq, uygun şekilde salih əməlləri çoxaltmağı Müslümandan tələb eden günlerdir. İbn Hacer deyir ki, Zilhicce ayının ilk 10 gününün xüsusi olarak seçilməsində səbəb olabilsin ki, əsas böyük ana ibadetlerin cəm olmasıdır ki, bu 10 günde, Zilhicce ayının 10 gününde namaz, oruç, sədəqə, həc cəm olur. Hansı ki, başka günlerde bunlar cəm olmur. Ve Allah Teala Kur'an'da bu günleri vəsf edir ve buyurur ki: وَيَذْكُرُ اسْمَ اللّٰهِ فِي اَيَّامٍ مَعْلُومَاتٍ. Belli günlerde Allah'ın adını zikretsinler, Allah'ın onlara ruzu olarak verdiği mal, qara, heyvanlar üzerinde. İbn Abbas diyor ki bu Zilhicce ayının 10 günüdür. Ve Allah Teala Fecr suresinde buyurur: "Vel fecr, andolsun fecre, dan yerine, sübh çağına, ve leyalin aşr, ve andolsun 10 geceye, ve şef'i vel vatir, ve andolsun cüte ve teke, ve leyli izâ yasır, ve andolsun gitmekte olan, seyretmekte olan geceye." İbn Abbas diyor ki bunlar Zilhicce ayının ilk 10 gecesidir. Ve bazı alimler demişler vel fecr, andolsun fecre, bayram günü, Kurban Bayramı gününün fecr vaktidir. Ya Allah Teala bu işlere and içir. Fecr suresinde and içir ve onların şerefli olmasını bildirir. Ve bildirir ki bunlarda hem dini hem dünyavi faydalar vardır. Ve bu 10 günlerin içerisinde 2 əzəmətli gün vardır. Arafa günü ve bir de bayram günü. Hansı ki 2 gündən sonra Arafa günüdür. Ve Arafa günü həccin ruknudur. Həccin dayağıdır ki həcc eden insan Arafada dayanmasa elə bil ki həcci yoktur. Ayşe radıyallahu anh deyir ki Allah elçisi sallallahu aleyhi ve sellem buyurmuştur: "Ma min yevmin ekseru min en yu'tiqallahu fihi abiden minen nar min yevmi Arafa." Elə bir gün yoktur ki Allah Teala cehennemden kullarını çok sayıda azad etsin Arafa günü kimi. Yani Arafa günündeki kimi cehennemden daha çok kul azad ettiği bir gün yoktur. Ve innehu leyednu, hakikaten Allah Teala yakınlaşır ve sonra meleklerin yanında öyünür Arafa ehliyle ve deyir ki bunlar ne istəyir, yani ne üçün gəliblər? Və şək yoktur ki Arafada duranlar Allah Teala merhametini, rahmetini bağışlanmasını istəyirlər. Lakin həc etmeyen insanlar ise
Həcdə olmayanlar Arafa günü oruç tutmaları təkidli, güclü sünnədir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur: "Ehtesibu alallahi en yukeffira senetelleti qablehu ve senetelleti ba'dehu." Ve Allah'tan umuram ki Arafa gününün orucu bir il önceki günahlara ve bir il sonraki günahlara kəffarədir, təmizləyir. Ve bu da Müslümanın amalı, arzusu, istəyidir ki günahlarının təmizlənməsi. Necə ki Xalid bin Valid İslamı qəbul edərkən Allah Resulü sallallahu aleyhi ve sellem yanına gəlir və deyir ki, Resulullah şərtim var. Yəni, İslamı qəbul edirəm, lakin şərtim var. Deyir ki, nədir? Deyir ki, günahlarımın bağışlanması. Və bəzi alimlər demişlər ki, Arafa günü ilin ən əfsəl, ən üstün günüdür. Hətta o dərəcədə üstün etmişlər. Lakin bəzi alimlər isə bayram gününün daha üstün olduğunu bildirmişlər. İbn-i Qayyim deyir ki, Allah yanında günlərin ən xeyirlisi bayram günü, yəni Qurban bayramı günüdür. Və bu da böyük həc günüdür. Və bu günlərin faydasını, fəzilətini, əzəmətini bilən müsəlman nə əldə edir? Biləndən sonra birincisi bu günləri təzim edir. Bu günləri adi başqa günlər kimi keçirmir. Və bu günləri xüsusi olaraq ibadətlə təzim edir. İtaətlərlə təzim edir. Allah Teala buyurur: "Zalika ve men yu'azzim şa'airallahi fe innaha min taqval qulub." Və bu ona görədir ki, hər kim Allahın dini ayinlərini təzim edərsə, bu qəlblərin təqvasındandır. Və hər kim bu 10 günü təzim edər və 10 günə dəyər verər, başqa günlər kimi keçirməzsə, bu onun qəlbinin təqvasındandır. Və həmçinin təqvanı əldə etmək istəyən şəxs bu 10 günə dəyər verər, başqa günlər kimi, adi günlər kimi keçirməz. İkincisi, bu 10 günün fəzilətini, əzəmətini bilən müsəlman bu günlərdə günahlardan, asiliklərdən uzaq olur. Çünki bu günlərdə günahlar və asiliklər daha şiddətlidir. Başqa günlər kimi deyildir. Çünki Allah Teala bəzi günləri digər günlərdən üstün etmişdir. Və bəzi yerləri, məkanları digər yerlərdən, məkanlardan üstün etmişdir. Necə ki, məscidlər kimi. Yəni, məsciddə edilən günah başqa yerdə edilən günah kimi deyil. Məsciddə qeybət başqa yerlərdə kimi deyildir. Və həmçinin fəzilətli vaxtlarda edilən günahlar başqa vaxtlarda edilən günah kimi deyil, daha şiddətlidir və müsəlman üçün daha təhlükəlidir. Və bu günlərdə, bu fəzilətli, əzəmətli günlərdə Allah və Rəsuluna qarşı çıxmaq, günah və asilik etmək başqa günlərdən daha pisdir, daha şiddətlidir, daha təhlükəlidir. Üçüncüsü, bu günlərin fəzilətini, əzəmətini bildikdə müsəlman salih əməllər etmək üçün çalışır. Sədəqə vermək, namaz qılmaq, oruç tutmaq və s. Çünki bu günlərdə yaxşı əməllər qat-qat savabı, mükafatı qat-qat olur və Allah Teala bizə bəyan etmişdir, bildirmişdir ki, bəzi günlər, bəzi vaxtlar var ki, Allah Teala o vaxtları sevir və o günlərdə, o vaxtlarda edilən ibadətləri Allah Teala sevir. Və bu günlərdə əgər müsəlman xeyir əməllərə müvəffəq olarsa, Allah Teala'nın rəhmətini, mükafatını, əfv və bağışlamasını əldə edər. Və Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur: "Məl amelus salihu fi ayyamin afdalu min hadil aşr." Yəni, bu günlərdə, bu 10 gündə olunan salih əməllər kimi başqa salih əməllər yoxdur. Başqa günlərdə edilən salih əməllər bu günlərdə, bu 10 gündə edilən salih əməllər kimi deyildir. Və dedilər ki, hətta Allah yolunda cihad da və Allah Resulü sallallahu aleyhi ve sellem buyurdu ki, hətta Allah yolunda cihad da yalnız o kişidən başqa ki, canı və malı ilə çıxır və heç biri qayıtmır. Yəni, bu 10 gündə edilən salih əməllər hətta Allah yolunda döyüşməkdən, cihaddan daha üstündür. Yalnız malı və canı ilə çıxıb heç biri qayıtmayan şəxsdən başqa. Dördüncüsü,
Bu günlərin fəziləti, əzəmətini bildikdə insan vaxtlarını zikirlə doldurur. Vaxtlarını zikirlə təmir edir. Lakin bu vaxtlardan insanların çoxusu qafildir. Az bir qismi istisna olmaqla çox insanlar qafildir ki, bu az qismi bu günləri təzim edir və bu günlərdə ibadət və itaətlə çalışır. İnsanların əksəriyyəti görürsən günlər keçir, adi başqa günlər kimi, bu günlərin fəzilətinə, əzəmətinə diqqət etmirlər. Və bu günlərdə zikrə olan ehtiyaclarını duymurlar. Hansı ki, zikir ən yüngül ibadətlərdəndir. Yəni, insandan böyük bir məşəqqət, əziyyət tələb eləmir. Çox yüngül ibadətdir, lakin savabı, mükafatı isə böyükdür. Abdullah ibn Ömər radiyallahu anh deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm buyurmuşdur, Mə min əyyəmin ə'zamu indəllahi subhanahu və lə əhabbu ileyhi əl-əməlu fihinnə min hədil əyyəmin aşır. Yəni, bu günlərdə, 10 gündə edilən əməllər Allaha başqa günlərdə edilən əməllərdən daha sevimli və daha əzəmətlidir. Yəni, başqa günlərdə olan əməllər bu günlərdə edilən əməllər kimi daha sevimli, daha əzəmətli deyildir. Və bu günlərdə təhlili, təkbiri və təhmidi çoxaldın. Təhlil, la iləhə illallah kəlməsi, təkbir, Allahu Ekber, təhmid də, elhamdülillah zikridir. Və müsəlman da bu günlərdə bu salih əməllərə həris olmalı və vaxtını zikirlə, ibadətlə, təmir etməklə məşğul olmalıdır və çalışmalıdır. Və bu günlərdə, bu 10 gündə edilən zikirlərdən xüsusi olaraq, yəni ümumən hər bir zikir, hər bir dualar bu günlərdə olunmalıdır. Müsəlman ümumiyyətlə qafil qalmamalı və vaxtını doldurmağa çalışmalıdır zikirlə, dualarla, bacardığı qədər ki, Rəbbinə yaxın olsun, Allah Teala'nın sevgisini qazansın və davamlı şəkildə ibadətdə, zikirdə olsun. Və xüsusi olaraq da bu 10 gündə gəlmişdir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, yəni bu günlərdə təhlil, təkbir və təhmidi çoxaldın. Təhlil, la iləhə illallah, təkbir, Allahu Ekber və təhmid. Və təhlili çoxaldın. Təhlil kəlməsi, yəni la iləhə illallah kəlməsi İslamın şəhadət kəlməsidir və tövhidin ünvanıdır. Və bu 10 gündə bu zikrin çoxaltmasında da münasiblik aydındır, zahirdir. Çünki bu həc günləridir və bu günlərdə insanlar dünyadan, dünyanın bərbəzəyindən uzaqlaşaraq Allaha üst tuturlar, Allaha yönəlirlər, Allaha itaət edərək, ona dönərək, Allah Teala rəhmətini umaraq və əzabından qorxaraq həc edən insanlar ağ paltarla sanki kəfənə bürünmüş kimi dünyadan, dünyanın bərbəzəyindən aralanaraq Allaha tərəf üst tuturlar, Allahı təkləşdirərək. Və bu zikrin də bu günlərdə münasibliyi olduqca mühümdür. Və təhlil kəlməsinin fəziləti haqqında da çoxlu dəlillər gəlmişdi. Bu dəlillərdən də misal olaraq Allah elçisi sallallahu aleyhi və səlləm buyurur ki, kim desə ki, la ilahə illallahu vahdahu la şərikə ləh, ləhul mulku və ləhul hamdu və və alə kulli şeyin qadir, bir gündə 100 dəfə deyərsə, onun üçün 100 həsənət yazılar, 100 pisliyi silinər. Və o gün onun üçün axşamlayana qədər şeytandan qorunma olar və ondan daha əfsəl, daha üstün bir əməllə heç kəs gəlmiş olmaz. Yalnız o kişidən başqa ki, bunun qədər deyər və yaxud da artıq deyər. Və həmçinin Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur ki, xayrud duai yevmi arafə, ən xeyirli dua Arafa gününün duasıdır. Mənim və məndən öncəki peyğəmbərlərin dediyi ən xeyirli dua da la ilahe illallahu vahdahu la şerike leh, lehul hamdu, lehul mulku ve lehul hamdu ve huve ala kulli şeyin qadir. Yəni bu zikirdir. İkincisi təkbir. Təkbir kəlməsi yəni Allahu Ekber
və Allahu Ekber kəlməsi də təzim bildirir. İnsan iqrar edir, təsdiqləyir ki, Allah Teala hər şeydən böyükdür, hər şeydən daha əzəmətlidir. Və Allah Teala mənim üçün bütün dərdlərimdən daha böyükdür. Və Allah Teala ən böyük olduğu üçün ibadətə layiq olan yalnız Allah Teala'dır. Və bunun özündə tövhidə, ibadətin yalnız Allaha yönəlməsinə dəlil vardır. Və həc edən insanın da ən böyük məqsədi budur ki, Rəbbinin qulu olsun. Və Əbu Hureyra və həmçinin Abdullah ibn Ömər bazara çıxardılar bu 10 gündə, Zilhicce'nin 10 gündə və onlar təkbir gətirərdi və insanlar da onların təkbirini eşidərək təkbir gətirərdi. Və Abdullah ibn Ömər Minada da olduqda, yəni bu günlərdə təkbir gətirərdi və həmçinin namazlardan sonra yatdığı yerdə, yəni yatağında olarkən və hətta çadırında olarkən, yer yeyərkən, oturarkən və bütün günlərini zikirlə, təkbirlə keçirərdi. Və bəzi alimlər demişlər ki, yəni təkbir gətirməyin bu günlərdə ən əzəmətli sirlərindən, yəni bayram, sevinç, fərəh vaxtıdır. Və insanın təbiətindəndir ki, yəni insan bəzən həddi aşır, bəzən qəflətə düşür, bəzən də ona qoyulmuş hədləri təcavüz edir. Və bu günlərdə də təkbir zikri, yəni təkbir zikirləri buyurulmuşdur ki, insanda olan bu qəflət geçsin. İnsanda olan bu həddi aşması sınsın, qırılsın və daim Allah Teala'nın ən böyük olmasını xatırlasın ki, Allah Teala ən böyükdür və Allahın buyurduqları, əmirləri mənim üçün ən böyükdür. Və üçüncüsü təhmid və bu da elhamdülillah kəlməsidir. İnsan vaxt daşır bu günlərdə bu zikri, təhmid kəlməsini təkrarlamalıdır. Və müsəlman da elhamdülillah kəlməsini, bu ibadəti, bu sözü, bu zikri vaxt daşırı söyləməlidir. İstər ona nimət gəlsin və yaxud da nimət gəlməsin. Təzə nimət olsun və yaxud da təzə olmasın. Çünki həmd mütləq şəkildə elhamdülillah deyərsə əgər müsəlman, həmdə layiq olan Allah Teala'dır, kamilliyinə görə, kamil sifətlərinə görə. Yəni müsəlman Allaha həmd edir hər bir halında, hər bir nemətdə. Və xüsusən də bu günlərdə müsəlman üçün ən böyük nemətlər vardır ki, Allah Teala müsəlmanı bu günlərə gətirib çıxarmışdır. Allah Teala müvəffəq etmişdir, möhlət vermişdir ki, müsəlman bu günlərə gəlib yetişmişdir. Bu əzəmətli günlərə ki, həsənətlər, savablar qat-qat olur. Və bu günlərdə günahlar bağışlanır. Və bir müsəlman əgər bu günlərə gəlib çıxıbsa, günahların bağışlanması üçün fürsət yaranıb və savab mükafatların qat-qat olması üçün fürsət yaranmışdır. Bu özü Allah Teala'dan nemətdir və ona görə müsəlman Allaha, Rəbbinə həmd eləməlidir ki, bu neməti ona daddırmışdır. Və həmd barəsində, təhmid haqqında hədislər gəlib. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kəlimətəni xafifətən al-lisan, iki kəlmə var ki, dilə yüngüldür, thəqilətən fil mizan, tərəzdə ağırdır, habibətən rəhman, rəhman olan Allaha sevimlidir, subhanallahil azim və bihamdihi və subhanallahil azim. Bu iki kəlmə. Lakin bir şey, yəni müsəlman diqqət eləməlidir ki, bu zikirlərin deyildiyi vaxt dillə qəlbin üst-üstə düşməsi, yanaşı olması olduqca mühümdür. Dil deyirsə, qəlb də o dilin arxasında olmalıdır. Yəni, sadəcə dili hərəkət elətdirməklə müsəlman kifayətlənməməlidir. Dil hərəkət edir, lakin qəlb isə dünyanın zibilliklərindədir. Yəni, qəlb də bu dilin dedikləri sözlərin mənaları ilə yaşamalıdır. İbn Battal deyir ki, heç kəs zənn eləməsin ki,
kim bu zikri sadece diliyle telaffuz edir, lakin istediği şehvetlerinin ardınca ısrarla yaşayırsa ve hemçinin Allah Teala'nın haramlarını pozursa, yani o insan temizlenenlerden olacağını güman eləməsin. Kamil insanların derecesine çatmasını güman eləməsin. Sadece diliyle deyir, lakin təqvadan uzaqdır. Günahları açıq-aşkar yırtır, çeynəyir ve Allah Teala hədlərinə məhəl qoymursa əgər, bu insanın diliyle deməsinin o derece çatdırmasına bir yolu yoktur. Ve xüsusən də bu günlerde ümmetin zikre olan ihtiyacı, möhtaclığı olduqca çoxdur. Hansı ki İslam ümməti bugün tarixdə 1400 il ərzində görmədiyi şeyler görür. Yani qeyri-müsəlmanlar tərəfindən hücumlara məruz qalmışdır. Hansı ki bundan əvvəl belə bir şey tarixdə olmamışdır. Və belədirsə müsəlman gərək zikirlərlə daim Rəbbinə tərəf üz tutsun. Allaha yalvarsın, zəlil olsun, Allah Teala'nın qarşısında dayansın və xüsusən də bu cür fəzilətli, əzəmətli günlərdə Allaha yalvarsın və Allah Teala'nı zikr edən insanlardan olsun ki, Allah Teala'nın vədinə yetişsin. Çünki Allah Teala buyurur: "Fəzkuruni əzkurukum." Məni zikr edin, məni anın ki, mən də sizi anım, sizi xatırlayım. "Vaşkuruli və la tekfurun." Və mənə şükür edin və mənə küfür etmeyin. Ve İbn-i Rəcəb Rahimullah deyir ki, "El-ganimetel ganime." Yani ganimet, ganimet. Yani sanki bir ganimettir. Elə bil ki, yani Müslüman üçün bir ganimettir. Bu günler sanki döyüşte ganimet elde etmiştir. Böyük fürsətdir. Bu fürsəti əldən bırakmayın bu əzəmətli günlərdə. Yəni daim zikirlə, xüsusən də zikir Müsəlmandan çox böyük məşəqqət, əziyyət tələb eləmir. Nə də ki mal, mülk sərf eləmək, xərcləmək tələb eləmir. Və deyir ki, bu günlərdə fürsətdən istifadə edin, çünki bu günlərin əvəzi yoxdur. Onun qiyməti yoxdur. Və deyir, tələsin, tələsin salih əməllərə. Əcəl sizə hücum etməmişdən əvvəl, ölüm sizə hücum etməmişdən əvvəl yaxşı işlərə tələsin, yoxsa peşmançılıq gələcək. Və peşmançılıq gəldiyi vaxt, ölüm gəldisə əgər peşmançılığın da faydası olmayacaq. Və o gün gəlməmişdən əvvəl salih əməllərə tələsin, yoxsa insan dünyaya qayıtmaq istəyəcək, salih əməllər etsin, lakin o istəyinə cavab verilməyəcəkdir. Və tələsin salih əməllərə, ölüm sizinlə arzularınızın arasına girməmişdən əvvəl. Ölüm sizinlə istəklərinizin arasına maniyə kimi girməmişdən əvvəl yaxşı əməllərə, salih əməllərə tələsin və dünyanın bərbəzəyi deyir, sizi aldatmasın. Tələsin yaxşı əməllərə, yaxşı işlərə qəbirdə, torpağın içində etdiyin əməllərin girovu olmamışdan əvvəl. Və bu günlərdə Allah Teala'nın rəhmət küləklərinə özünüzü ərz edin. Bu 10 günlərdə Allah Teala'nın məğfirəti, bağışlaması üçün səy edin. Salih əməllər etmək üçün çalışın. Çünki bu günlərdə Allah Teala'nın rəhmət küləkləri var ki, o günlərdə istədiyinə toxundurur. Və kimə toxunarsa, o insan əbədi xoşbəxtlərdən olar. Və Allah Teala'dan istəyirəm ki, bizi əbədi xoşbəxt etdiyi qullarına etsin. Və Allah Teala bizi salih əməllərə müvəffəq etsin və bu günləri gözəl şəkildə Allah Teala'nın razı qaldığı, sevdiyi əməllərlə başa vurmağı Allah Teala bizi müvəffəq etsin. Mənim müvəffəq insan, Allah Teala buyurur ki: وَيَذْكُرُ اسْمَ اللّٰهِ فِي اَيَّامٍ مَعْلُومَاتٍ Ve Allah'ın adını zikresinle məlum belli günlerden. Ve müvəffəq insan o insandır ki, bu mövsümün az olmasına dikkat eder. Mövsüm oldukça kısadır.
kısa müddətlidir. Müvəffəq insan o insandır ki, bu kısa müddəti salih əməllərlə doldurur. Və bu müddəti, bu zamanı yaxşı işlərlə doldurur ki, əbədi olan, yəni sonu olmayan, tükənməyən mükafatlar əldə etmək üçün. Allah Teala'nın rəhməti genişdir. Qısa müddətdir, az müddətdir, lakin əbədi, sonu olmayan, tükənməyən nemətlərlə mükafatlanacaqdır. Və əgər bu günlər ötdü keçdisə, düzəltməsi mümkün deyildir, qayıtması mümkün deyildir. Və müsəlman da dəyər verməlidir. Bu 10 gün, Zilhicce ayının 10 gün artıq yarısını keçmişdir. Sanki mümbit, gözəl bağçadır, torpaq sahəsidir. Nə xeyir əksən, onun meyvəsi, bəhrəsi əbədidir, tükənməzdir, sonsuzdur. Allah Teala bizi xeyirlərə müvəffəq eləsin.